Mənə lazımdır bu. Səy diyeta saxlamaq. Ay bacı. Bacı. Gəl da. Çoxdan gözlürsən. Yox, indi gəldim. Valla tələsik çıxdım dedim. Birdən gecikərəm. Şubamda geyinmədim bacı. Şubada gəldim də mən ay bacı. Sən rahat çıxmısan da evdən elə. Ay bacı, mənə bir dənə diqqətlə bax, gör nə dəyişiklik hiss edirsən. Kimə? Mənə bacı. Böyünəyində paltar vardı. Az onu demirəm, yaxşı bax. Bax, necədir? Azaqqazları da görmüşəm da, dünən toya giymişdi. Az onu demirəm, yəni heç arıqlamamışam. Oy bacı, içəri girəndə tanımadım valla. Elə birdən Fuaya Qağayev oturub orada. Özümə söz vermişəm. Düz 20 kilo arıqlayamayana qədər diyetdə olacam. Sən mənə bax, bacı. Arıqlamışam, beldən arıqlamışam, görsən. Ay bacı, səni elə bil türmədən buraxıblar. Elə. Bacı, qabaq 90-60-90 idin. İndi 6,9 olmuşsan. Az mən belə kök deyildim ki. Hə da. Prosto sümüyüm ildi da. İri şaqqalısan da bacı. Bacı. Nə gətirdi orada? Xalot nə gətirib bacı? Hanı baxım, nə gətirib ki? Bacı, burada ət asartı. Aha. Balıq asartı. Sonra camış yağı. Pendir asartı. Pendir asartı. Toyuq asartı. Az hər şey var. Mimozadır, salatlar, hamısı. Zeytun. Nə qalsın? Deməli belə elə. Zeytun, bir də göyərti. Apar, qalanları qalsın hamısı. Bacı, deyirəm zeytunla göyərti də qalsın da. Hə, qalsın. Qıraqdan baxıb deməsinlər, simitli hə, da, bunların qalsın. stolu. Düz stola. Bir də sizdə orada yeməyəcək ya, video üçün. Belə balaca bir qabda yarpaq dolması var. Gətirərsən yarpaq, yeməyəcək ya, yeməyəcək. Bacı, sən bilmirsən, mən dolma yiyəndə gözlərim çəpləşir. Yeməyəcək də, baxacaq. Sonra bir də ki, mənə alma sıxması gətir. Yaxşı. Mənə də ananas fırışı. Freş nədir, bacı? Fırış yaxşıdır, bacı, sən də fırış yiyin. Onda mənə də freş gətirərsin. Yaxşı, get. Özün də bir şey ye da. Şvabraya oxşusan. Şvabraya oxşamır, motorun yağını yoxlayan şupa oxşuyur. Bacı. Bacı, söhbət elə. Su içirsən. Yox, sən təzə diyeta növü örgənmişəm, bacı. Bizim telekanallara baxırsan, arıqlayırsan, bacı. Mən də eləyəcəm, bacı. Mən də bizim telekanallarda bu seriallara baxacam. Seriala baxma, bacı. Yazva julutka olarsan. Həqqi. Yaxşı. Sən hansı diyetadasan, babşi? Su diyetasında, bacı. Necə olur, ay bacı? Bacı, deməli, səhər ki, durdun yuxudan, bir stəkan su içirsən da. Sonra üstündən 4 dənə şəkər bura yeyirsən da. Belə, bu əl boyda olmalıdır şəkər bura. Sonra yenə üstündən su içirsən, 3 dənə paxlava yeyirsən. Sonra yenə su içirsən, sonra paxlava ilə şəkər bura yeyirsən, bölürsən, dana 2-2 yeyirsən. Bir axşam, matan su, paxlava şəkər bura, su, paxlava şəkər bura. Sən 2 litr su içməyə görə 6-7 dənə şəkər bura paxlava yeyirsən, bacı. Yox, haddasa 2 kilo yarım. Sən axırda şəkər olarsan, bacı. Yeməyəcək ya, bacı. Baxacaq. Hə, ver qaqaş, çox sağ ol. Çox sağ ol. Bu nədir? Ananas fırışıdır. Sağ ol. Çörəyə də qoy bura. Çörəyə də baxacaq, yeməyəcək. Yeməyəcək, bacı. Bacı. Bacı, bunların tualetində olmuşsan. Yox, bacı. Mən usbet elədim, oldum. Qaşıq güzgülər var, Dur da. Bacı, gedin 1-2 dənə selfie çəkdirim, gələm. Get, bacı, get. Diyetadasan, ha, sən, ha, elə. Diyetadayım, bacı. Tez gələcəm, bacı. Hə, diyetadayım. Bura gel. Ağzını aç. Aç ağzını. Ama heç kəsə demə ha, yaxşı. Belə elə. Get orada. O faiq deyə oturan.
restoranda. Gidin onu çağır da bura. Dinen kız seni çağır. Necəsiniz? O yağlı doğrusun olar. Yox, öpməyin. Oğlan gələr görər sonra. Mən sizin filmlərin hamısına baxmışam. Bayevik, avtomat, hamısı. Oturardınız da məndən 2 dəqiqə, nə olar? Çox sağ olun. Fatma, sizdən bir şey xahiş edeyim də, nə olar? Mən sizlə şəkil çəkdirib Instagrama qoymaq istəyirəm. Bunu belə saxlayın, güya biz bir yerdə çörək, amma yeməyinə, yaxşı. Belə, güya ki, belə dursa. Hə. Ay bacı, tez bura Bacı, gəl. nə qəşəng şəkillər çıxdı. Dediğin düz çıxdı, Faik burada oturub. Sən gedən kimi gəldi ki, acından ölürəm. Onlar sizin dolmanın dadına baxın. Ləlüm deyə bax. Bak, Qardaş, yedin doydun, dur tüketən nədir? Dolmanın yarısını yeyib bacı, buna bax. sən... Faik ağa, bir də selfie çəkdir. Qurbandır sağa dolma. Yox, çıx bura çıx. Yola çıx. Yox, sən çıx. Yox, çıx. Çıx, sən mənim canım, çıx. Hə, çəkdir. Gedək. Kaç yerime. Az Kudandan təzə gəlmişsən, bacı. Bacı, gör nə qəşəng Baxın. şəkillər oldu bacı. Bax, bu şəkili bir sən neynəyəcəm? Yox. Bacı, bir başımı çəkmişəm, bax, buraları hamısını Hə, açdıracam. hə. Burada şey var da, o zatar Proqram var. Proqram var, hə. Bacı, ver mən də sənin telefonuna girim, çəkdim, gətirdim də. Hə. Bunda yaxşı, yaxşı. Zənglərə cavab vermə ya. Yaxşı, gəlirəm sana. Elə. Gəlirəm. Zalimin qızı halva tavası deyilmiş. Arıqlıyım diyor. Tüm tərpənə. Nəsillicə belədilər bunlar. Bir kitabı bunu ərə versəydik. Dedim, hələ mən dolma yeyəndə gözlərim çəpləşir. Sən hardasan, nə? Bəyər, dur. Götür o dolmanı, git burada oturmuş diye bizim müğənnimiz Faik Ağayev. Apar dolmayı koyun qabağımda. Dur orada boş qafına. Qoy yesin. İndi keşif gedəcək, gözlərim belə olmayacaq. Keşif gedəcək. Bir dənə bu Ay bilməz. bacı, doğrudan qəşəng şəkilləri olur. Bax, Hilə! buna bax, bax. Baxın. Buna. Nə Ay qəşəng şəkillər, bacı. Və dolma hanı yedim bacı, dolmanı. Bacı, dolmanı mən yemədim. O nəfsi buradaydı, dedim. Basın deyesin bana. Ləlün güləri görməmişdim. Eybi yox, halal xoş Toyları olsun. yoxdur da acından ölürlər. Eybi yox. Ay qardaş, yedim, boş qabı qaytardın. Ay gözlərim gəldi. Boş qabı qaytardın, ha restoran boş qabı. Qaytar da boşqa, onu da yeyəsən. Görməmiş. Sən hara aparırsan? Sən də Hara sürək baxırdın? iç səni, valla kim hara çağırır gedirsən. Qoy bura. Şotu vermək var. Ay bacı. Dietanın təzə növünü öyrənmişəm. Az bəs deyirsən. Nə yeyirsən, ye, bir dənə çörək yemə. Hilə. Hə, çörəyi yığışdırmaq lazımdır. Qətiyyən yeməmək. Bacı, mən yığışdırmışam da çörəkdə. Oradan. Bax, nə aşla, nə makaronla, nə hüngəllə, nə o yarpaq hüngəlindən mən çörək yem. Ay bacı, məni demirsən. Bilirsən nə vaxtdan çörək yemirəm? Nə vaxtdan? Bax, sonra dönər, lahmacun, pizza, piraşkı. Bunların heç birini çörəklə yemirəm. Piraşkıydı o. Amma qabaq piraşkını çörəyin arasına qoyub kotlet kimi yeyirdim. Yadıma gəlirdi o, bacı. İndi də yemirəm, yemirəm bacı. Bacı. Amma sağ Hə. qurban olum. O səhər ki, bacı, pomidor yumurta qazın üstündən lılıq pişir ha. Ay bacı. Ondaki o çörək ki, onun içine belə ısladırsan, belə fırladırsan, belə yığırsan bu çörəyin içine. Çörəyin içine, başka hara yığasan. Onu yemədin, nələr səti var, ay bu açı. Yox, deyir ki, çörək yemə.
Səhər zavtırıqda ben ağar yağı oğuzumun içine səhməliyəm ben. Dilimizə Pendiri hara koyayım ben, pendiri hara koymalıyım. Yok bacı, hele bu dolma var bacı. Baxma ona. Baxma. Əsas bu dolmanı yemək deyil bacı. Əsas bu dolmanı ki yeyib qutarırsan Elə. onu ki o dibinə çatırsan bacı. O qatıqla ki dolmanın yağı ki bir-birinə qarışır bacı. Bax, Deyən çörək var da. dayan da. Bacı, o çörək ki belə cırırsan Bacı, o çörək ki qupqa kimi onun suyuna belə fırt 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 batırırsan onu sonra belə bazı ötürürsən belə içəri o tarelkadaki buksavat deyirsən bacı onu necə çörəksiz yeyərsən Demə də ay bacı Dolmalı ki işləyirsən. Ağzından ki o yağ belə axırı, bax belə çənənin ortasına dilində çatmır. Yağlayıb onu salacaq Dilindən yox ağzına. bazı onu da çörəklə fırt 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 Vay fırt yiyəsən Bazı bu məşəqqətdir ay bazı Zülümdür Ay, bazı. Bazı bilirsən də, bizdə həftənin 5 günü papa kabab eləyirdi ana bağda. Bazı təsəvvür elə kabab pişəndən sonra o kabab, o ət, o quyruğu ki çörəyin arasından belə vız deyirib, qaba boşaldandan sonra çörək istanır o çörək. Bizim evdə onun üstündə qırğındı bazı. Niyə bazı? Atam şeker, anam xolisterin. Verəm mənə baxın. Mecbur olum özüm yeyirəm. Yox bazı o ki rayona gedirsən Səhər tezdən mam zavtrika adama 7-8 dənə qlazok gətirir Bazı çörəyin ki belə qırağını qırırsan o yumurtanın sarısının ortasında bir dənə belə Tırçını yiyeyim, az tırçını yiyeyim. O yumurtanın sarısı ki bütün qaba yayılır. Orada bir dənə onu ki belə eşənəhləyirsən, sonra lübrüt yedirək içəri. Bacı bu zülümdür, ay bacı. Bu ne meşakkatli bacı. Ay bacı. Allah hiç kimi çörəklə imtihana çəkməsin, ay. Amin, amin. Amin ay bacı. Bacı, az bu manana var, o it qursağına oxşuyor. Nə tər arıqlayır az o. Mən bilirəm. Heç belə elə bir ət yox deyə bədənimdə. Ay bacı, o- Mənim bir budum deyilər bilirsən. O Azərbaycan dilində danışır, özünü telefona çəkir. Elə. Sonra ona baxıb əti tökülür. Mən deyirəm, yaşa. Sən rusca danış. Rusca bilmirəm axı. Ona görə deyirəm daha. Elə. Bacı, deyirəm bugün 8 Mart'dır. Hə da bayramdır da. Bir dəfə gəlliyi dünyaya. Deyirəm bəlkə bugün dietanı pozaq da. Hə, ya. birinci Bir gündən günlük. başlayarıq. Birinci gündən. gündən başlayarıq. Deməli burada 12 dənədir, 300 sənədir, 9 mənim. Bacı. Az, düz böl da. Nə düz böl, ha qabartə bax. Niyə nə bax? Hə, yaxşı, 5 sənin, 6 mənim. Altısı, sənin altısı mənim. 12 Yaxşı, dənə. bacı götür. At çəpləşəsən, çox yemə. Mən yaşarmışam. Səni mən bura çağırmışam. Bu günləri yadındadır, mən internetdə bir dənə oğlanla tanış olmuşdum. İstəyirəm, onunla bir gün görüşürəm, sən mənə məsləhət verəsən da. Sən düz 4 dəfə ərdə olmuşsan da, bacı. Sən öl. Sən istəməyən Görüşəcək səndən. Hə, bənə. Gör başını sağ nə deyir. Deməyəlim. Sən bilirsən də mənim 6 ərim olub. Götürdüm, bilirdim mən. Hə, kim bilmirsən, o vaxt sayt var deyə damı çıxar ruh. Hə, Birinci ilə orada tanış oldum. 2 Ay. il yaşadım, boşadım onu. ay sağ ol. İkinci ilə
Facebook'ta tanış oldum. Aha. 2 ildə ondan yaşadım, onu da boşadım bacı. Aha. Sonra 3-cü ilə deyəsən Adnaklasnikdə tanış oldum. Aha. 4-cü ilə zatta Facebook'da. Aha. Bunlarla il yarım yaşadım. Sonuncu ilə Twitter'da tanış olmuşam. Neçə elədi? 5. 5. Biri də ərimin altından da. 8 ay yaşayıram Ay bundan. bacı, Allah eləsin təzə sayt zad açılmasın. Açılsın. Pis iş görürəm, bazı ərə gedirəm. Yox, bir söz demirəm. Ya Bazı. şimdi mən neyiniyim bazı? Demirəm, dur. Belə otursan burada. Niyə? Otur. Təpənə güllə tutsalar da durma ayağa. Və evə gedəndə nə qayırım bazı? Bax, bunu da belə elə. Bax, belə baxım. Belə arıq göstərirsən bu atıcanın üçün. Hə, evə gedəndə deyir, oğlan deyir ki, xanım qız, mən mali gəlir deməz. Hə, xanım qız sizi ötürmək olar. Nə deyim? Sən də dinlən ki, şubamı verin daha. Şubamı verərdiniz daha. Çalış şubanı belə tutsun. Hoparım girim içinə. Hə, qrupa diyorum. Bax, sağ ol, bax belə. Onsuz da bazı şubanın içində bütün arvadların figurası eynidir. Belə. Hə, düzdür. Başa Bazı, düşdü? Hə. və birdən məni restorandı da, rəqsə dəvət elədi, onda nə edəcəm? Oynama. Bəşəki çəkdirmək istəsə? Başın qarafdır, çəkdirmə. Az bir gör gəlsin, nə gündədir, bir baxaq, bir gör o hiç bəyənir səni, ya sən onu bəyənirsən. Bəlkə ayaqları əyridir, başı yekədir, bırlı badımcan boydadır. Yox, bazı, çox simpatiksin oğlandı, hündür. Bazı, Kasar çıxdı, harda görmüsən? Şəklini Face'də görmüşəm daha. Batasan sən, az o Face'də hamı özünü düzəldib qoyur. Canlı üçün köklər, qomburlar yoxdur. Başlarını çəkirlər, proqramla zaten belə eləyirlər belə. Güya bunlar ağırlıqdılar da. Balaca boylar da şəkili bax belə çəkir. Aşağıdan çəkir ki, hündür görsəsinlər da. Bunların hamısının fışqası var. Düz 140 kilogram. Sağ heç də kömək eləməyək ki, arıqlamağı batır. Niyə elə deyirsən? Nə tər varsan, elə də özünü təqdim elə. Yaxşı. Az oturdan mən dediklərini yadına çıxmasın. Yaxşı, yadımdadır. Axşam sən gəlirsən ha. Yaxşı, yaxşı. Yadımdadır, hamısı yadımdadır. Çalış oğlanı buraxma əlindən. Ayağa durmayacam. Dursam şuba ilə duracam ayağa. Sonra bir də uçlar yadımdan çıxdı, nə demişdi? İyi, sən də. Muskatlar. Ay qardaş, salam eləşim, necəsiz? Qardaş, indi bu restorana mənim sevgilim gələcək. Gələcək həyat yoldaşım da. Romantik bir şey çala bilərsiniz. Aha. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları vurma, vurma. Qardaş, bir dəqiqə saxla. Bu xurma var bu mahnıda. Mən də diyetadayım, bacı. Olmaz. Xurma belə baxırsan ki, elə kökərdici şey deyil. Amma 100 qram xurmada düz 800 kalori var. Mən də onun adını çəkdim, sonra bax, bu şey beynimdədir. Bu şey geri buradan çıxandan sonra xurma ilə çay içim. Bir qurtum çay, bir 20 dənə xurma. Başqa bir şey çalın da, olar. Ay, qəşəng mahnıdır. Şəkər bura, paxlava, nuş olacaqdır cana. Ay qardaş, məni ələ salmışsınız. Heç bu mahnı sözlərini bilirsiniz, elə tıkıdı. Mahnıya qulaq asmaq lazımdır. Şəkər bura, paxlava. Bayram da gəlirik qabaqda. Şəkər bura, paxlava, qardaş. O ki, duxovkadan çıxır belə. Altı roz olur, üstə sapsarı. Elə bir yolkada aşırdıqlar belə şap. Onun ki, biri getdi, bir qurtum çay. Paxlava qat-qatı olmaz, olmaz. Mənim yadıma düşür. Sonra ürəyim istəyir də, qardaş, olmaz. Onlar başqa bir şey çalın da, diyetik bir şey çalın da. İsti kebab, yağlı fətir, doymalı. Mənim qəsdimə durmuşsunuz. Ay bacı, bunlar məni dolmuyurlar.
Mən deyirəm ki, mən sudan, havadan kökəlirəm. Başlamısan burada isti kabab, yağlı fətir. Sözlərinə bax, özdə doymaq olmur, bir də gətir. Qadazalım, Azərbaycan mətbəxindən doymaq olur. Olmur axı Azərbaycan mətbəxindən, Azərbaycanın yeməklərindən doymaq olmur. O ki, gətirirlər belə. Antrikrotu gətirirlər belə. Belə. Qaqarin mostuna oxşayır. Onun ki, üstündə o elə nazik başlayır, getdikcə enlənən quyruqdur, piydi, yağdır, o var. Onu ki, belə ki, qopardırsan, gətirirsən, üstündə xneyrək belə qızarır. Dodağına qoyan kimi özü gedirir. Ondan doymaq olar. Ya da ki, o sümüyün baş tərəfində o ət var, nə deyirlər ona? Yablıçka. Yenindən görsənir elə, bilirsən adını. O yablıçkadakı başqaları yeməsin, özün çox yeyəsən, 3-ün 4-ün birdən ötürürsən. Sümüyü də yalanla deyirsən, güya iti aparacam. Az qala özün yeyəsən. Ondan doymaq olar. Ya da ki, o lülə. Lüləni ki, gətirir, qoyur qabağında belə. O şişi ki, çəkəndə, şişdən birə fəryad səslər gəlir. O lülə ki, təzə manqaldan götürəndə, üstündə o piyyə xazır. Qaynayır, baxın. Onu ki, belə açırsan belə yuxanı palas kimi. Lüləni belə meyt kimi ki, uzadırsan üstünə. O doğranmış soğan var, onu ki, suvaqda çimizdirib tökürsən onun üstünə. Onu ki, belə bürməliyirsən, belə meyt qatov. Gətirirsən onu buradan pilaramya belə. Mən bunlara deyirəm ki, ay bacım, mən sudan, havadan kökələm. Bax, saqqızı. Saqqızı verirəm, kimsə çeynir, biri 20 dəqiqə, şirinci gedir, sonra çeynirəm, yenə kökəldirəm. Qardaş, diyetik bir şey çalır. Ay bu gecə, kipriklərim qaşan dəndi. Ah, bu gecə. Ay, sağ ol. Bax, bu başqa məsələ. Su gəlib daşa deyil, sudur, daşdır, hamısı kalorin şeylərdir. Sən də burada ol, yanımda ol. Kömək eləyərsən mənə, yaxşı. Mən dura bilməyəcəm. Oy, nəfəsim kəsildi. Ay, deyək. Facebook? Yox, dəstəgül. Dəstəgülə bir dəstəgül. Çox sağ olun, götürmüş kimi varam. Rica edirəm. Təşəkkür verin, o götürər. Xahiş edirəm. Mən də xahiş edirəm. Mənlə birdən mən tez gəlmişəm. Sən deməz, sən məni də... Sən deyə bilərəm də. Sıpıçqamaya. Sən məni də qabaqlamısan. Yox, bilirsiniz, mən rəfiqəmlə Vetsini biz bu restoranda otururuq. O da gəldi, bunları zakaz verdi, yedi, çıxdı, getdi. Ölərəm sən, çox. Darxmışdım mən, çox. Mən sənin üçün nə zakaz edeyim? Yox. Nə zakaz? Mən diyetadayam. Çox köksən ki. Kök, arıq, nə dəxli var ki? Hər bir özünə hörmət edən qadın Vetsini diyetada olmalıdır. Hoşladım bu sözü. Nə diyetasındasın? Bu həftə piti diyetasındayam. Piti diyetası? Bəli, birinci gün qaynanmış quzu əti yeyirəm. İkinci gün şabalıd. Üçüncü gün quyruq. Dördüncü gün baş soğan. Beşinci gün noxudlar. Altıncı gün duz istiyot filan beşmekan. Bazar günü də elə belə su içirəm də bir həftə ərzində mən bütöv bir piti yemiş oluram.
Различными. Различными. Вот ты рассмешил меня. Рассмешила. Ne değil? Bəlkə deyirəm bir rəqs eləyək. Yok, rəqs nədir? Rəqs sarıqlamağa kömək eləyir. Yok, çok sağ olun, olmaz. Qurçqamaya Ne deyir? rica eləyirəm. Yok, heç belə üz vurmayın qətiyyən olmaz. Ölərəm sən üçün buryonuşqam mənim. Bronşkadan çay içmək olar sonra, amma oynamayacağım. Xahiş edirəm. Yox, heç siz rəqs vaxtı mənim romantik gözlərimin içine baxacaqsınız, mən də özümü itirəcəm. Həzanlanacağım, Baxmayacam. baxacaqsınız. Söz verirəm, baxmayacam. Onda oynamağın nə mənası var ki? Can? Yox, deyirəm onda gəlin mən sizin gözlərinizi bağlayayım. Nə istəyirsən elə. Onda üzünüzü söndərin. Otana minə. Bax, söz verdiniz ha, baxmayacaqsınız, üzünüzü söndərin. Zaintrigrovalo. Zaintrigrovalo ya. Bax. Bax, söz verdiniz ha. Deyəm, burnum qaldı əskiyin altında. Dedim, bəlkə oradan da görürsünüz. Yox, görmürəm işte. Durun ayağa. Gördüm. Zəhmət olmasa, gəlin burada durun. Mən də bu saat gəlirəm. Yox, biraz belə. Hə, bax, burada belə sakit durun. Gəlirəm mən də. Gəl. Gəl də, nə oldu? Gözümün kökü saraldı. Gəlirəm, bir dəqiqə. Pulumu verəcəm. Hələ oynamaq istəmirdin, amma qucağıma tullanırsan. Biraz həyacanlıyam, ayağım ilişdi. Həyacanlı olma. Əsmə. Həyacanlıyam da. Duxun mənə tanış gəlir. Mənim? Nə duxsudur belə? Unisex-dir. Əsmə. Həyacanlıyam da. Bəlkə başımı qoyasan sinəmin üstünə. Niyə? Çıpıçqamaya. Niyə axı? Qoy da, nə olar? Xahiş edirəm. Nə oldu? Əl çalırsan? Yox, saçlarımı düzəldirdim ki, ağlıma düşməsin. Ölərəm sən çox. Çox səmimi xanımsız. Çalışırıq. Bugün də bayramdır. Mən istəyirəm sizi bir hədiyyə bəxş eləyim sizə. Doğrudan, nə əziyyət çəkirsiniz? Yox. Mən əli Nədir boş ki gələ hədiyyə? bilməzdim bu görüşə. Bu brilliant üzüyü məndən qəbul edin. Kiçik bir hədiyyədir. Gələcək münasibətlərimizə baxmayaraq, halal xoşumuz. Hoşunuza gəlir? Hə, çox qəşəydir. Çox qəşəydir. Qəşəngdir. Əsməyin. Bütün bədənimiz titrəyir. Yox, biraz həyacanlıyam ona görə. Həyecanlanma. Bəli. Bel axtarıram. Səndə bel yoxdur. Hə. Bəlkə bir ritmik oynayaq. Yox, hələlik bir dəqiqə sakit oynayaq. Sakit oynayaq. Əlinizi verin mənə. Gəlin bura. Hələ sakit mi oynayaq? Mənim gözəl kurçqam mənim. Gəl bura. Oynayaq, ritmik. Yaxşı, oynayaq. Bir dəqiqə buraxın məni. Ritmik. Burada dur, uzağa getmə. Bir dəqiqə. Oynayaq, amma xahiş edirəm. Amma gözlərimi aç. Bəli, amma musiqini mən sifariş verəcəm. Buyur, qurbandır sənə. 1, 2, 3, maestro, Haradasan? lambada. Ölərəm sən. Əfsant, hesabı gətir, biz məkanı dəyişirik. Yox, siz çıxın gedin, mən də evimə çıxıb gedəcəm. Xahiş edirəm. Rica edirəm. Mən bu saat şoförə zəng eləyim. Maşın da hazırdır.
Yani bunun zaratkası öldü. Bir dəqiqəyə gəlirəm, bir dəqiqə gözlə. Mən də bir dəqiqə. Sıpıçka Bir maya. saniyə gəl. Bura gəl. Bura gəl. Üzüyü ver mənə. Üzüyü. Bura gəl. Buna bax, hə. Allah canımın üzüyün dalına keçmək istəyirdi. Ölərəm sən üçün darıxmışdım mən. Maşın hazırdır. Doğrudan. Ofisant, hesab nə oldu? Ay gədə. İt dişliyib ayağını bir. Yox, burnu qurtalayanda sınır. Gör nə qədər orada. Allah bizim tərəfindən şok verməzdir. Allah öyrən də centilmen deyilsən. Qalan sən. Buyurun. Zəhmət olmasa şubam verərdiniz də. Üzr istəyirəm. Nira Şital. Yox, istəmirəm, sağ ol. Biraz yuxarı tutun zəhmət olmasa. Jalist Ay, sağ ol. Çox sağ olun. Get. Şəkildə belə görsə. Necə? Şəkildə biraz köksüz. Bu yaxşıdır, pis. Şəkildəki əladır, Kroşka. Gələcəkdə xahiş edirəm. Biraz kökəl. Niyə? Mən ölürəm toppuş xanımlar üçün. Bu manyakdır. Manyak deyil, əlövsətdir. Buyur. Təki sən mənə diyeta demə. Təki sən mənə diyetaydı. Diyetaydı ama diyetay. Ciddi. Hay Gazzetçi! Sen de tersen! Ne var ne yok? Hay lift tez gelecektim. Ben lifte problem. Savadımı artırırsan. Hadi. Lügat, bak. Hansı dildi? İspat. İspat dilini öğrendim, ispat. Kimin 50. il diye ay koca. Ne olsun ki? İndi telefonda bütün dilleri tercüme eden program var. Başa düşürsen. Çiri. Neler Bir bakıyorsun İspan bana? kadınından tanış olmuşam. Adı nedir? Bir İspanyol adı. Elə istəyirəm onunla bir tər danışım da o nedir göstermiyorum. O Gelmedi nedir bir o? sana başa alacağım. Özde bu telefonda sen ne danışırsan onun diline tercüme eləyir. O ne danışacak? Senin diline tercüme eləyəcəm. Ha, Başa çevir. düştün? İspanyolan yığ gön kızım. Ya kodu yığım. Ha. Ha. Yığ ver mən danışım. Sen can elə tərcümə eləsin. Söz sen zarafatlar Ya. Elə qaçmasın. Aman zaman bir kız tapmışsın. Danış. Alo, Danış. alo. Danış. Bu Azərbaycan dilində. Azerbaycan dilinde alo var. Alo bütün dünya dilindedir. Topoy. Alo. Ha. Ne arıyorsun? Həncərsən? Yaxşıyam, Ağrinalıyım, yaxşıyam. Sən nə tərsən, nə qayırsan, həncərsən? Bu İspanyol azad deyil, atırsan mənə. Bu Qazaq ləhcəsindən danışır. Program elədir. Kazak lehçesiyle danışır ki sana rahat olsun. Başa düştün? Bura bax, Programdır, program. sonra hansı ləhcələr var? Hansı lehçeler istersen Nakçıvan, istersen Ağdam, istersen Şəki, istersen ne bileyim Gəncə, hansı lehçede değilsen ben programlaştırırım. Nəçi var? Bu Nakçıvandı, Nakçıcahandı. İspanyolu. Anlayacaqsan, nə var, nə yox? Sabah vaxtım var. Görüşək də. Donqli, sən kimsən ki, sən mənlə belə danışırsan? Sən kimsən mənlə görüşəsən? Bən niyə? Ben istersen tanışımdı.
Hep bak, hep bak. Hey, Başladı. senden adama hiç bak, hayır gelmiyor. Koza çapta. Selamünaleyküm, hoş geldiniz. Gelen ayaklarınız var olsun, el çalan elleriniz var olsun. Allah Teala'dan arzum budur ki, böyle güzel şenliklerden cem Azerbaycan halkına kısmet olsun. Hoş geldiniz. Bir tuş. Qonağımızı bura dəvət eləmək istəyirəm. Bir balaca onun haqqında mənə məlumat veriblər ki, çox ağır insandır. Çox belə, nətər deyirlər, xalq arasında deyirlər, vurub yıxan insandır. Kim idi gələn? Xala. Gəl, xalas. Nəsə, sizli bizdə çalışırıq ki, özümüzü ağır aparaq və xalanı məclisə dəvət eləyirik. Heç mən saxlayanda belə dayanmırsınız. Salam əleykum. Sizə deyilməyim ki, mənim gözümün içinə baxmaq olmaz. Başlar aşağı. Hamımızın. Klarnet. Baş aşağı. Salam əleykum, xoş gəlibsiniz. Səfa gətiribsiniz. Sən də aşağı oradır. Ondan aşağı belədir. Xoş gəlibsiniz. Hayır ola çağırmışsan mən. Mən qələt eləyərəm. Mən kiməm ki? Nəsə- Dedilər ki, gəlinin xalasına söz verilməlidir. Mən də xalam ələm, xoş gəlmişsiniz. Elə bildim kimsə çaşıb qardaşım. Kimsə çaşıb burada. Yox, yox. Ha, xoşbəxt olsunlar. Amin. Bu toyu biz çoxdan gözlürdük, bacı qızıdır. Niyə toy təxirə salınmışdı ki? Bilirsən necədir vəziyyət qardaşım? Oğlanın atısı dedi ki, oğlan bəs institutu oxusun, qutarsın, bir işə yarısın, sonra evləndirim. Mən dedim, ala, mən üçün burada uzatmayır söhbəti. Bilirsən nə var? Bir dənə üzü yatdım stolun üstə, bunu taxa oğlumun qoluna, barmağına. Bilir ki, oğlan bizdikdir. Yəni xatırcamlıq. Ondan. Sonra bacı qızı başladı vaznikat eləməyə. Dedim, az nə olub? Dedi, xala, gəl səninlə əyri oturaq, düz danışaq. Dedim, nə olub? Biraz zborka aparsan məndən. Dedim, dedi, yox, xala, mən sənin ürəyimi açmaq istəyirəm. Mən istəyirəm, mənim işim olsun, maşınım olsun, evim, eşiyim, pulum olsun, sonra evləm. Təmiz söhbət deyir də, düzdürmürəm. Düz. Bax, burada deyir ki, fərasətli qız neynir ata bağını, fərasətsiz qız neynir ata bağını. Həri. Ona görə toy biraz gecikdi. Amma bizdə gic-gic şeylər yoxdur ya. Bax, bizim nəsildə, qardaşım, bizim nəsildə heç bir qadın öz atasına, qardaşına söyüş göndərməz ha. Sağ olsun. Bu bizdə zapatlı sayılır. Brat. Hörmətli Başa olsun. düşürsən, özdə toydan sonra bizdə bəyin üzə çıxdısa olur. Onda toydan qabaq da sizdə gəlin hamamı olur. Həri. Sonra birdən çaşıb. Aşağı bax ala! Birdən çaşıb deyərsən, gəlin gül atsın. Belə şeylər bizdə yoxdur ya. Pis baxırıq belə şey. Kim atır? Bəy atsın, subay dostları tutsun. Mən belə görürəm, sizin bəyiniz çox halal süd əmmiş bir qədədir. 1 il 7 ay. 1 il 7 ay. Özü də, bir dənə sənə sözlüyüm. Denən. Ürəyə yatan qardaşsan. Sağ ol. O burası bacının kürəkəni bir toydan bir ay sonra küsü getdi atasının xarabasına. Gittim dedim, ala nə olub? Ala bu nədir ha? Sən burada neynirsən? Neynirsən sən burada? Ala nə bilim arvad üstünə qışqırıb, ala nə bilim arvad bunu söyüb, ala nə bilim arvad işdən gec gəlib. Dedim ona görə ailə dağıtmaq olar biraz. Vurdum qaltığıma gətirdim evi, atası da sağ olsun. Dedi ki, gedə otur. Bilirsən nə var? Getmirsən o evə, o evdən sənin ölün çıxmalıdır, meydin çıxmalıdır. Arvaddır, üstümə qışqıra da bilər, Atovanovu söyə də bilər, evə gedənlərin atası anası olmur. Bəli. Bir qulağa kar, bir gözü kör ol. Bəli. Sağ olsun, panyatkalı kişi idi. Çox panyatkalı kişidir. Ümumiyyətlə, mən də bəyimizə deyirəm ki, gördün arvad işdən acıqlı gəldi, Həri. get gir otağına, seriyala bax, semşika çıqda.
Birazdan sonra çık, hirsi soyacak, kılığına gir, sana telefon da alacak, sana maşın da alacak, şu Allah kadar. her de xımır yiydi. Xanam əllim. Bəli. Atalar yaxşı deyir. Oğlan ağacı, qoz ağacı hər keçən bir kubik atar. Bəli. Kişi yıxmayan öy 1000 il tikili qalar. Bəli. Gəlin bəy ocağa çəkər. Bəli. İgid qız xalasına oxşayar. Bəli. Deyirəm, səndən bizim nəslə bomba kürəkən olardı, amma geçdi. Allah sana şükür. Geçdi. Qızıldı, ala bu qızıldı. Aşağı bax ala. Onun belində zadları eləmir o. Skalyozu var onun. Aniysən xala ondan. Mənim nəslimdə elə bir kişi yox ki, səndən olmaz. Bunlar mənə havamı bilir. Dəbələ. Allah sen sağ ol. Ümidvaram ki bunları çoktan rəhmətə gedir. Bu neydi? Ne de? 2 saat burada derim çıkı diyemmirsiniz. Birden təsbihlə belə eləyən kimi. O ağır söhbət. Yaxşı. Xanımlar və cənablar, bir duzlu məzəli əhvalat növbəti qona qədər danışmaq istəyirəm. Ucuz avioliniyalar haqqında kim eşidir? Böyle bir şey var. Dediler ki orada Türkiye Tuda Abrat'la 90 euroya bilet satırlar. Neyse günlerin bir günü arvad uşağın yığılım dalıma ördek dastasıyım yana gitti aeroporta pasportlara şap verir ki 90 euroya bilet almışım falan 5 mekan aldılar. Dedi ki müəllim elinizdeki çantanın biri 50 eurodur. Onda bir çırt ses geldi. Böyle bildim ki içimde nəsə sındı. Ama da pert olmamak için dedim ha ona demek şu da var. 50 eurodan hamsını zalim uşaq dedim ki ömrünü köçürdüler. Her arasında 2 tane sunka götürmüştüler. Neyse koydular sunkaları. El bagajın böyle çinmə vuran dedi hadi edirsen. El bagajın biri de 25 eurodan. Neyse bunu da verdik. Ömür boyu arzum idi ki o durbanın içinden gidip samolyota bineceğim. Kız dedi yok. Sizin biletiniz ona çatmır. Siz avtobusdan gitmelisiniz. Neyse Türkler bize aşağı gitti, avtobusa çatanda dediler adamın biri 10 eurodan. Ottuk, gitti, çattık trapa, trapta düştü, trapa çıkmak isteyende adamın biri 5 eurodan çıkın yukarı, çıktık. Ne kadar daha buraya kadar gelmişim, geriye yol yok da. Çıktım yeke böyle biletimi stüardiyesine gösterdim, hanım benim yerim vardadı. Dedi senin yerin yoktu, sen ayaküstü uçmak için almışsan bilet. Elada 20 eurodan da daplat eləməsin oturmaq üçün. Bir partiyada burada sındım. Oturduk. Burada gördüm, stüardiyesa geldi ki kəmərləri bağlayın. Dedim yoxdur, kəmərim yoxdur. Hardan? Kəmər var. Dedi bəli, kəmərin biri 20 eurodan da ala. Onu da aldık, taxdıq. Neyse, pencereden belə baxanda başıma bir qapaz, pencereden bayra baxmaq 5 eurodur. Televizoru yandırdım. Dedi ki televizyona bakmak 5 euro yandırmak. Kinoya bakmak 20 euro. Komşunun televizyonuna bakmak 3 euro. Neyse elədik bunu. Yallah. Samolyot kalktı. Uçuruq. Yemek geldi. Yemek geldi demeli 4 künc belə çöreği belə çəpinə doğrayıblar olub 3 bucaq. 2 dənə Peterbrut gətirdilər. İçinde pomidorun bilmirsən qavğıdır. Yoksa suyudur, neydi onu bilmem. O indiyene kadar benim için dünyanın 8. möcüzesi gibi kalır. Ama kahı vardı içinde onu bilmem. Kahını içinden çıkarttım. Böyle bakanda pilotun peyserini gördüm.
Neyse indi biter bunu biter. Neçə 3-6 euroya. Aldıq bunu da yedik. Zalim uşaq da elə bil aclıqdan çıxıb. Deməli su istədim. Adamın Allahı var. Suyu verdilər. Balaca belə yüzük boyda stakan idi. Onlar riski kaldırdım. Hamısı bığımda kaldı. İçeri işte gitmedi. Bir terbiyle dedim bir stakan su dedim ne problem var ki 3 euro. İkinci stakanı sundum aldım. Birazdan indi çay içen millet dedi. Çay istedim bundan. Dedi stakansız 3 euro. Dedim ne tür stakansız dedim. Deyim bu saat. Yapıştı böyle ordumdan bile. Başımı eğdi dala. Ne kadar obursu 3 tane qənd tulladı. Obursu kaynar çay töydü boğazıma. Saçımdan tuttu başım böyle fırladı stakan şirin çayıyla. Ay gözlerimden yaloy çıktı kardeş. Neyse samolyotun içinde temperatura -5 derece. Menfi. Elə bir ki samolyotun bayırda uçurdum ben. Bunun kodu var. Elə belə değil ha. Hediyalın biri 10 eurodan. Arvat'taki bizim arabada tank çikolu lazımdı. 3 yerde oturmuştu bir yer baştan değil. Neyse indi biraz yedi, biraz içti, biraz yattık yoldudan insansan tabii taleplerin var. Durdum ayağa ki hiç kese demeyeyim belki talete pulsuz gidebildim. Sıraların arasında güya kuluncum var. Böyle şarak şuruk bana geldim. Gördüm stüardesleri dalda yemek verip perdeni bir açanda. Gördüm bir kocarvat ağzında sigaret tabletka koyup oturup taletin kabağında böyle. Arayıdır sen. Dedim arkadaşlar yol ver oraya gidip dedi canın için 12 euro talete gitme. Ne gayrı? Mecburiyet karşısında. Kabağına yemiş kazaz koyup böyle satır sigaretler. Neyse. Ümumiyyətlə şotkuya vuranda adamın biri 1250 euroya bana başa geldi. Sonra qaydandan sonra bildim ki hele samolyot ora çatdı. Düşmək istəyəndə gördüm trap yoktu. Dedim nətər düşəcəyik bu? Dedi ki hoppan. Ma ne var? Uzağı bir defa hoppanacaq. Baktım bu ördek balaları yuvasından tökülen bunlar hara düşürler. Dedim varyant var dedi trap falan euroya o durmadan da ümumiyyətlə yoktu. Bir de baktım arabada gördüm rahmetli nənesinin qırçınlı tumanını yeyinib. Desantlar kimi tullansa aşağıdaki fəhlələrə striptiz show göstərəcək. Neyse inanın ki Kastinsanın pulunu samolyota xərclədim. Elə Topkapı Müzeyinin qabağında şabalıktan zaten qorulmuşdan, o simitten zaten aldık, yedik. Bircə onu bilirəm ki, qaydandan sonra bildim ki, sen deme azalda adi biznes klasa bilet 800 manatıymış. Bak belə, bir tuş. Növbəti qonağımız çox maraqlı bir insandır. Ümumiyyətlə Azərbaycanda qonaqdır. Tək bizim toyda yox. Çox vaxt gəlir, burada bizim bəy oğlanla Ovazada gedirlər, yaxın dostluqlar var. Bu günləri həmən adam öz həyat yoldaşıyla, xanımınla bizim toyun qonağıdır. Hələ bil xəmis, hələ bil xəmis, bu ikinci yar. Hələ bil xəmis, hələ bil xəmis, hələ bil xəmis, bu ikinci yar. Hələ bil xəmis, hələ bil xəmis, hələ bil xəmis, bu ikinci yar. Hələ bil xəmis, hələ bil xəmis, Bunlar köhnə turufkalı televizorlara oxşuyur. Mən bunlarla nə dildə danışacağım? Aycan. Vay, Azərbaycanlısan. Xoş gəlmişsən, səfa gətirmişsən.
Ne yaxşı oldu, sağ ol, ne yaxşı çox oldu. sağ ol. Bu kimdir xanım? Bu mənim həyatımdır doğrudan. Bu mənim canımı aşkımdır doğrudan. Sən deyəsən həyatınla Targovda tanış olmusan, ha? Hardan deyirsən? Bunu bilməyənə var. Deməli saat danışım da necə Hə, danış, oldu. danış, buyur. Doğrudan gecə saat 2-yə işləyirdi. Baxdım ki, evdə çörək yoxdur. Neyniyim, neynəmiyim. Zəng elədim rəfiqələrimə, padruşkalarıma. Dedim, alo, evinizdə çörək var. Dedilər, yox, bizdə də yoxdur. Dedim, onda çıxdıq Targovaya çörək almağa. Aha, deməli. Deməli, tələsik çıxdım, şortikdə maykada idim. Bir dənə uspet edib, doğrudan kabluk giyindim, vso. Yəni ətcə bala. Bəli. Bu Targovunu 5 dəfə ora, bura getdik doğrudan. Çörək tapmadıq. Xanım, deməli sən... Xanım, küfürmək istəsənsə salfetkə verim. Yox, yox. Üsiyyət yaradırıq. Deməli, gecə saat 2-də sən Targovda sözün əsl mənasında çörək axtarırdın. Bəli, çörək axtarırdıq. Birdən bu aşkım yanımdan keçirdi. Aha. Və yanımdan riski keçəndə telefonuma zəng gəldi. Vay dədə vay. Doğrudan. Telefonu götürdüm, dedim, alo. Kim idi zəngin? Bibim. Vay dədə vay. Dedim, alo. Habibi. Elə hər dəfə Habibi deyə. Bir də gördüm, bunun gözləri işıldayır. Bax, bu bizim oldu ilk tanışdığımız. Əhlan zindil, ahtəli qaqöz. Sən demə bu söz bunlarda nə deməkmiş? Nə deməkdir ki? Habibi, sən demə bunlarda sevgilim deməkmiş. Təsadüfə bax, elə bil gecə saat 2-də Targovda gətirib sana isti qaynar təndir çörəyi verdilər. Və İçində də nehrə yağı. Oy. Sonra sən elə bilirsən mən bunun puluna, varına aşık oldum. Yox. Yox, bu çox səmimi bir insandır doğrudan. Bəli. Çox səmimi. Bunun insanlığı məni valeh elədi. Bəli. Doğrudan. Ahlan həsin. Sənlə iPhone 8 alıbsan ya? Çoxdan. Elə. iPhone 8-də alıb, iPhone 7-də alıb. Sonra bu bir gözəl insandır. Bunda olan aşk, məhəbbət məni valeh elədi. Bilirsən mənə nə dedi? Dedi, sən Sədərəyə Talqutskaya getmə. Sənin qılçalarını sındıracam. Nə alırsan, burada al. Şəhərin mərkəzində al, baha qiymətinə. Bax, bu deyə məhəbbət. Məhəbbət budur. Kreditiniz adını bağlayırız. Çoxdan. Lap yaxşı. Özü də sonra məni... Sənin dilini başa düşməyəcək. Doğrudan. Sonra məni ailəsindən tanış elədi. Papasından, mamasından. Yox. Öz arvadları ilə. Doğrudan. Aha. Deməli, bunlarda necədir də? Bunlarda deməli, bir arvad uşaqlara baxır, bir arvad ev yığışdırır, bir arvad da ki, yasa toya gelir. 4-cü arvad isə mamanın yanında qalır. Kim özünü pis aparır, gelir mamanın yanına. Mən başa düşmədim. Bu mama iştirafını oyduğu KPZ deyil, nə deyil? Xuş iştirafı. Elə mi? Amma çox romantik bir insandır. Yəni. Çox romantikdir. Deməli, səhər zavtırqı pastilə gətirir. Üstündən biraz keçir, abedi də pastilə gətirir. Üstündən biraz keçir, ujunu da pastilə gətirir. Hə, orası elədir. Mən eşitmişdim ki, bunlar harda yatır, orada yer, orada da Yatırlar. yatırlar. Hə. Ümumiyyətlə, sana bir söz deyim. İnsan dünyaya gəlir, bağça, məktəb, institut, əskərlik, evlənmək, uşaq filan beşmək. Sana baxanda mən bildim ki, bunların hamısı boş-boş şeylər. Əsas bəxt, talih bir də alın yazsıymış. Bəli, məndə də maşallah patpres deyə yazılar var orada. İmzasız, anonim yazılar. Özü də yadıma gəlir əvvəllər necə çətin olardı bizim üçün. Nə? Samalyota bilet tap.
Dubaya viza. Az mənim yadıma gəlmir o. Yadıma gələ. Sonra orada yaşamağa yer tap. O qırğın, qiyamət. İndi özləri gəliblər öz ayaqları ilə yanıma. Ahla ühlü uhdi ah, lihli buhu dihdi ah. Tappaza dedin. Bəli? Tappaza dedin ona. Yox. Ümumiyyətlə əvvəllər çox şey başqa cür edir. Məsələn bizim Targovunun özü gözəl deyildi, amma orada çox gözəl insanlar gəzirdi. Doğrudan. İndi Targovumuz günü-gündən gözəlib, amma orada gözəl insanlar onunla. Çox səhvim var. İndi də Targovumuz da gözəldir. Orada gəzənlər də. Hamısı beynəlmilərdir. Sən elə gəlir. Tunisdən var. Sən elə beynəlmiləl qabaq idi. Ərəbistandan var, İrandan, İraqdan, Suriyadan, belə Pakistandan. Başa düşürəm səni. Nəysə. Namiyə Habibi. Biz heyvanlarını izləməliyik. Bunun ev heyvanları var. Səhər tez çıxdıq. Bəsdir də gedək biz. Az papuqay gözləyər, bir şabaşatın bir oynayın, bir... Nə papuqay? Bunlar da başqa cürdür. Bunlar da ev heyvanları şirdir, bəbirdir, pələngdir, timsahdır, dəvə quşudur. Az bə demirsən, o timsah, qarakadil nə səni axırda basıb yer. Heyvanlarda da insanlar kimidir. Pul kimdə varsa, şir də odur, pələng də odur, timsah da odur. Qalanları yanında olur məstam, şir. Ağız, abala. Hər millətinə bir xeyir verdi, ona denəm bir paşka atsın, bir oynayın burada, bir zaman... Nə olacaq? Bəsdir qazladınız bunları, bəsdir. Bu ancaq mən oynayanda pul atır. Az